Dostlar, qəbula düşə biləcək növbəti suala baxırıq. Avropa Hun və Axund dövlətinə aid olanları seçməliyik. Sasanilərlə müharibələrin aparılması bu Avropa Hun dövlətinə aid deyil. Attila yürüş etmək istərdi, amma vəfat etdiyi üçün yürüş edə bilmədi. 5-ci əsrin ikinci yarısında süqut etməsi bu Avropa Hun dövlətinə aiddir. 470-ci ildə. Bizansın illik xərac ödəməyə məcbur edilməsi bu da aiddir. 434 Bizansla müqavilə imzalayırlar və illik xərac ödəməyə məcbur olur. Və sülhün şərtlərini pozduğu üçün 447-ci ildə növbəti dəfə Attila yürüyüş edir. Axund dövlətinə aid olanları seçək. 5-ci yüzilliyin ortalarında Sasanilərə qarşı qalibiyyətli müharibələrin aparılması, bəli, Axsuvar xanın dövründə Sasanilərlə uğurlu müharibələr aparılıblar. Hindistanın bütünlüklə işğalını başa çatdırması, xeyr dostlar, bütünlüklə yox, bir hissəsini işğal edirlər. Ona görə B olmaz. Eftalitlər dövləti kimi də tanınması bu da aiddir. Ona görə bizim düzgün cavabımız olacaq D bəndə.